Möminlərin əmirinin aleyhissalam kəlamlarından bəziləri də bidət, yəni dində yenilik yaradanlar, dində öz şəxsi rəylərini əsasən fikir yürüdənlər və haqq əhli ilə müxalifət edənlər barədədir. Sünni və şiənin hədis rivayət edənlərindən düz danışan sadiq insanlar bunu rivayət etmişlər. Həmin rivayətdə möminlərin əmiri aleyhissalam Allaha həmd səna etdikdən və Peyğəmbərə sallallahu aleyhi salam və salat dedikdən sonra buyurur: Mənim boynumun haqqıdır ki, deyəcəklərimi deyim və dediyimin düzlüyünə zəmanət verim. İnsanın təqva ilə əkdiyi əməl quruyub saralmaz və onun kökləri susuz qalmaz. Bütün xeyirlər o insana çatar ki, öz həddini və tutumunu bilsin. Nadan insanın öz həddini bilməməsi ona nadanlığının aşkar olmasına bəs edər. Allah Teala yanında düşmən olan o insandır ki, Allah onu öz başına buraxar və onu düz yoldan azdırar. Təzə sözlərə meyl edərək bidətdən ləzzət alar, oruc və namazlarında aşiq olar. Belə insanlar aldanan digərləri üçün bir fitnədir. Belə insanlara tabi olanlar hidayət əvəzinə azğınlığa düçar olar və onların da yolunu tutanlar zəlalətə düşər. Onlar başqalarının da xəta və günahları ilə yüklənər və öz günahlarının düyününə düşərlər. Nadanlar hər tərəfdən ətraflarına özləri kimi kör qəlbli nadanlar cəm edərlər. Fitnə fəsadın zülmətindən hər yerdə xəbərsiz və düz yolu tapmaqda kör olarlar. Onlar zahirdə insan görkəmindədirlər. Belələrini alim hesab edirlər. Amma onlar bir gün belə təhsil almamışlar. Hər günü səhərə çıxaraq çoxluq ardınca düşmüşlər. Elə bir çoxluğun ki, az ondan daha yaxşıdır. Elə ki, istədiklərinə çatarlar və susuzluqları yatar, yerdə qalan üfunətli artıq suyu qənimət bilərək toplayarlar. Onunla öyünərlər. Sonra cəmaata qəzavət edərlər. Yəni özlərini ən yaxşı hesab edərlər. Başqalarından gizlin olan dediklərinə zəmanət verərlər. Hiləgərlik edərlər. Keçmişdəkilər barədə hökm verdikdə əmin olmaz ki, ondan sonra gələcəkdəkilər onun hökmünü sındırmayacaqlar. Boş və batil hesab edərək onun əksini deməyəcəklər. Necə ki, özü də bu cür rəftar etmişdir. Əgər ondan bir çətin məsələ barəsində sual olunsa, həmin sualın cavabında öz rəylərinə uyğun, mənasız və anlaşılmaz sözlər deyərlər. Sonra həmin boş və mənasız sözlərə inanarlar və başqalarını da inandırarlar. Həqiqətin onlar üçün gizli olduğu bu cür insanlar hörümçək toruna düşmüş şikar kimidir. Onlar verdikləri hökmün düz və ya xətalı olduğunu bilməzlər. Öz rəylərini ancaq özləri bəyənərlər və zənn edərlər ki, düz danışmışlar. Bir şeyi başqa bir şeylə müqayisə etdikdə öz bildiklərini deyər və yalan dediklərini güman etməzlər. Əgər mətləb onlar üçün qaranlıq qalsa, heç nə başa düşməsələr, onu gizlədərlər. Çünki öz nadanlıqlarından xəbərdardırlar. Məcbur olduqda bilmədikləri işlər barədə də söz danışarlar və bilmirəm deməzlər. Sonra da nadanlıqları ucbatından belə işlərə davam edərlər və öz cəhalətlərinin zülmətinə doğru hərəkət edərlər. Əksər hallarda şübhə miniyinə süvar və davamlı səhvlərə düçar olarlar. Bilmədiklərinə görə, bilməyərəkdən verdiyi hökmlərə görə araşdırma aparmazlar və üzr də istəməzlər. Bu səbəbdən asudə və rahat yazarlar. Bəhrələnmək və inkişaf etmək üçün elm və biliyi azı dişləri ilə tutub sıxmazlar. Araşdırma və təhqiqat etməzlər. Müşahidə etdiklərini küləyin quru çöpləri apardığı kimi küləyə verərlər. Onun batıl hökmü ilə sahibinə çatmayan miraslar onun əzabını artırar və həmin batıl hökmlərlə axıdılan qanlar fəryad çəkər. Batıl qəzavətləri ilə haram övrətləri halal edər və halalları da haram qərar verərlər. Əl vurduğu haqqında hökm verdiyi heç nə salamat qalmaz və etdiklərinə görə də peşman olmaz. Ey cəmaat, bilin ki, arxası ilə getdiyiniz insanları tanımamaqda üzürlü deyilsiniz. Məqsəd hidayət imamlarını aleyhimussalam tanımaqdır. Çünki Adəmə aleyhissalam səmadan endirilən bu elm və Peyğəmbərlərin aleyhimussalam onun vasitəsilə verdikləri hökmlər nəhayətdə sizin Peyğəmbərə sallallahu aleyhi və aleyh gəlib çatmışdır. Onların hamısı Həzrəti Muhammədə sallallahu aleyhi və aleyh toplanmışdır. Belə isə niyə sərgərdan bir hala düşürsünüz? Hara gedirsiniz?
ey gəmi əhlinin övladları, yəni ey Nuhun gəmisində xilas olanların övladları. Əhl-i Beytin misalı sizin üçün həmin Nuhun gəmisinin misalıdır. Belə isə ona süvar olun. O gəmiyə minərək nicat tapanlar kimi siz də bu gəmiyə minsəniz nicat tapacaqsınız. Mən dediyim hər bir sözə zaminəm və çətin bir söz də demirəm. Vay olsun Əhl-i Beytdən üz sevirənlərə və bir də vay olsun üz sevirənlərə. Məgər Peyğəmbərinizin sallallahu aleyhi və aleyhi onlar barədə dedikləri sizə çatmayıb. Məgər eşitmədiniz ki, vida həccində Allah Rəsulü sallallahu aleyhi və aleyhi buyurdu: ey cəmaat, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan möhkəm yapırsanız, heç vaxt yolunuzu azmayacaqsınız. Onlardan biri Allahın kitabı, o biri isə itrətim olan Əhl-i Beytimdir, aleyhimussalam. Onlar Kevsər hovuzunun yanında mənə çatana kimi heç vaxt bir-birlərindən ayrılmazlar. Belə isə görün məndən sonra onlarla necə rəftar edəcəksiniz. Bilin ki, bu Əhl-i Beyti arxalanmaq və onların yolu ilə getmək şirin su kimidir və onu nuş edin. O biri isə onlardan üst çevirmək isə şor və acı sudur. Ondan çəkinin.